Azərbaycan televiziya məkanında baş verən son dəyişikliklər yenidən ciddi müzakirələrə səbəb olub. Aparıcı və prodüser Tarix Əliyev Space TV ilə yollarını ayırıb. Məlumata görə onun vida buraxılışı yayımlanmalı olsa da, efirdə proqram əvəzinə film nümayiş olunub. Bu isə tamaşaçılar arasında müxtəlif suallar yaradıb. Bununla yanaşı Zaur Nəboğlunun təqdimatında yayımlanan rəngarəng verilişinin də yayımının dayandırıldığı bildirilir. Hazırda ATV-də proqramın təkrar buraxılışlarının göstərilməsi layihənin gələcək taleyi ilə bağlı qeyri-müəyyənliyi daha da artırıb. Televiziya məkanında belə dəyişikliklər adətən ya reytinq ya da kanalın yeni yayım siyasəti ilə əlaqələndirilir. Xatırladaq ki, Tolik'in aparıcısı olduğu Tarixin Bir Günü proqramı da bağlanıb. Həmin layihənin yeni ad və formatla Könül Muxtarovanın aparıcılığı ilə efirə qayıdacağı barədə məlumat yayılsa da, bu barədə rəsmi və ətraflı açıqlama verilməyib. Bu isə tamaşaçılarda həm maraq, həm də müəyyən narazılıq yaradıb. Çünki Tarixin Bir Günü bu günü uzun müddət müzakirəli mövzuları, qalmaqallı açıqlamaları və reytinqli efirləri ilə seçilirdi. Digər tərəfdən Elgiz Əkbərin Elgizlə izlə verilişinin də bağlanması televiziya sektorunda paralel dəyişikliklərin getdiyini göstərir. Hər iki aparıcının proqramları uzun müddət gündəmi müəyyən edən layihələr sırasında idi. Bu baxımdan onların eyni dövrdə efirdən uzaqlaşdırılması təsadüfi addım kimi görünmür. Məsələnin müzakirə tərəfi isə daha genişdir. Son illər Azərbaycan telekanallarında sosial yönümlü, qalmaqallı və emosional formatlı verilişlər üstünlük təşkil edirdi. Bu tip proqramlar həm yüksək baxış sayı gətirir, həm də tez-tez tənqid hədəfinə çevrilirdi. Ola bilsin ki, kanallar artıq daha fərqli, maarifləndirici və ya əyləncəli, lakin sakit formatlara üstünlük vermək niyyətindədirlər. Digər ehtimal isə daxili idarə etmə və ya sponsor siyasəti ilə bağlı dəyişikliklərdir. Televiziya layihələrinin bağlanması bəzən yalnız reytinqlə yox, həm də maliyyə, reklam müqavilələri və ya kanal rəhbərlərinin yeni strategiyası ilə bağlı olur. Hər halda Tolik'in Space TV-də gedişi və ard-arda bir neçə məşhur proqramın bağlanması televiziya auditoriyasında boşluq yaradıb. Tamaşaçılar üçün əsas sual budur. Bu dəyişikliklər efirin keyfiyyətini artıracaq, yoxsa sadəcə simaların dəyişməsi ilə nəticələnəcək? Yaxın günlərdə rəsmi açıqlamaların verilməsi gözlənilir. O vaxta qədər isə televiziya məkanında baş verən bu dəyişikliklər gündəmin əsas müzakirə mövzularından biri olacaq.